Salam əziz şagirdlər, necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugün biz sizinlə 20 dairəsində sıralama mövzusunu öyrənəcəyik. Əgər hazırsınızsa, dərsimizə başlaya bilərik. Dərsdə öyrənəcəyik 20-yə qədər ədədləri sıralamaq. Tapşırıqlar. Lalə asudə vaxtlarında mütaliə etməyi sevdiyi üçün onun çoxlu kitabları var və o kitablarını oxuduqca nömrələyir. Bir gün Lalə kitablarını oxuduğu ardıcıllıqla rəfdə düzmək istəyir. Amma bunu necə edəcəyini bilmir. Buna görə də bizdən kömək istəyir. Əziz şagirdlər, gəlin bu mövzunu öyrənək və Laləyə kömək edək. 20-yə qədər ədədləri sıralamaq. Ədəd oxu sıralanmış ədədləri göstərir. Ədəd oxunda hər ədəd özünün əvvəlki ədədlərdən böyük, sonraki ədədlərdən isə kiçikdir. Gəlin baxaq. Məsələn, 11 ədədi. 11 ədədi özündən əvvəlki ədəddən böyük, sonraki ədəddən isə, yəni 12-dən isə kiçikdir. Baxaq 14 ədədinə. 14 ədədi də özündən əvvəlki ədəddən böyük, yəni 13-dən böyükdür. Özündən sonra gələn ədəddən isə, yəni 15-dən. 15-dən isə kiçikdir. Gəlin baxaq başqa bir ədədə. Məsələn, 18 ədədinə. 18 ədədi də özündən əvvəlki ədəddən böyük, yəni 17-dən böyük. Özündən sonraki ədəddən isə, yəni 19-dan isə kiçikdir. 20-yə qədər ədədləri sıralamaq. Gəlin baxaq. Burada 12 ədədi verilib. Biz 12 ədədindən əvvəlki və sonraki ədədləri tapmalıyıq. Sizcə 12 ədədindən əvvəl hansı ədəd gəlir? Bəli, doğrudur. 11 ədədi gəlir. Bəs 12 ədədindən sonraki ədəd hansıdır? Doğrudur. 13. Deməli 12 ədədi 11 ilə 13 ədədlərinin ortasında, arasında yerləşir. Keçək digərinə. Burada 19 ədədidir. 19 ədədindən əvvəlki ədəd doğrudur. 18-dir. Sonraki ədəd isə 20-dir. Keçək digərinə. 16 ədədindən sonraki ədəd 18 ədədindən isə əvvəlki ədəd hansıdır? Bəli, doğrudur. 17-dir. 16-dan böyük 17, 18-dən kiçik isə 17-dir. Keçək digər ədədə. Burada 15 ədədi yazılıb. 15 ədədindən əvvəlki ədəd 14. 15 ədədindən sonraki ədəd isə doğrudur, 16-dır. Keçək digərinə. Burada 10 ədədindən sonraki ədədi, həmin bu ədəd də 12 ədədindən əvvəlki ədəd hesab olunur. Sizcə bu ədəd hansıdır? Bəli, bu ədəd 11-dir. 11 ondan sonra gəlir. 12-dən isə əvvəl gəlir. Keçək digərinə. Burada biz 13 ədədindən əvvəlki ədədi tapmalıyıq. 13 ədədindən əvvəlki ədəd doğrudur, 12-dir. 13 ədədindən sonraki ədəd isə bəli, 14-dür. Əhsən sizə. 20-yə qədər ədədləri sıralamaq. Gəlin baxaq. Bu ədəd 12-dir, doğrudur. Bu ədəd 4-dür. Bu ədəd isə 17-dir. Gəlin bu ədədləri artan və azalan sırayla düzək. Əziz şagirdlər, artan sırayla düzəndə nə etməli idik? Bəli, ədədləri kiçikdən böyüyə doğru düzməli idik. Bəs azalan sırayla düzmək nə idi? Bəli, doğrudur. Azalan sırayla düzmək dedikdə biz ədədləri böyükdən kiçiyə doğru düzməliyik. Gəlin baxaq. Əvvəlcə həmin o ədədləri ədəd oxunda tapaq.
12 ədədi burada yerləşir. 4 ədədi burada yerləşir. Və 17 ədədi. O da burada yerləşir. Gəlin onları artan sırayla düzək. Yəni, kiçikdən böyüyə doğru düzək. Sizcə, birinci hansı ədədi qoymalıyam? Bəli, 4 ədədini yazmalıyam. Yazaq. 4, daha sonra 12 və sonda ən böyüyünü yazırıq. 17. Gördüyünüz kimi, ədədləri kiçikdən böyüyə doğru düzdüm. İndi keçək azalan sırayla düzməyə. Azalan sırayla düzmək dedikdə biz böyükdən kiçiyə doğru düzməliyik. Yəni, birinci biz ən böyük ədəddən başlamalıyıq. Burada ən böyük ədəd, bəli, 17-dir. Deməli, yazırıq 17. Daha sonra 17-dən kiçik ədəd 12 gəlir. 12-ni yazırıq. Və 12-dən daha kiçik ədəd isə 4-dür. 4 yazırıq. Gördüyünüz kimi burada 17, 12, 4. Burada ədədlər böyükdən kiçiyə doğru düzülüb. Yəni, azalan sırayla düzülüblər. Əziz şagirdlər, beləliklə Lalə kitablarını oxuduğu ardıcılıqla düzdü. Sizcə, Lalə kitablarını artan sırayla yoxsa azalan sırayla düzdü? Bəli, doğrudur. Lalə kitablarını artan sırayla düzdü. Əhsən sizə. Tapşırıqlar. Vaqondakı ədədləri artan sırayla düzün. Vaqondakı ədədləri azalan sırayla düzün. Əziz şagirdlər, video fasilə verərək tapşırığı özünüz yerinə yetirməyə çalışın. Gəlin indi isə tapşırığın həllinə birlikdə baxaq. Buradakı vaqondakı ədədləri artan sırayla düzməliyik. Gəlin baxaq. Artan sırayla düzmək dedikdə biz ədədləri kiçikdən böyüyə doğru düzməliyik. Yəni, sizcə hansı ədəddən başlamalıyıq? Bəli, burada ən kiçik ədəd 11-dir. Deməli, birinci 11 yazırıq. Daha sonra 12, 12-dən sonra 13, 13-dən sonra 14, 14-dən sonra isə 15. Beləliklə, biz vaqondakı ədədləri artan sırayla, yəni kiçikdən böyüyə doğru düzdük. Keçək digərinə. Buradakı olan, vaqondakı olan ədədləri azalan sırayla düzməliyik. Yəni, azalan sıra nə idi? Doğrudur. Ədədləri böyükdən kiçiyə doğru düzməliyik. Buradakı ən böyük ədəd hansıdır? Bəli, 20-dir. Deməli, biz yazırıq 20. Daha sonra 20-dən kiçik olan ədəd 19-dur. Sonra 18, 18-dən sonra 17, 17-dən sonra isə 16-dır. Deməli, buradakı ədədləri biz azalan sırayla düzdük. Yəni, böyükdən kiçiyə doğru. Əhsən sizə. Tapşırıqlar. Anar, Aynur və Leyla oyun oynadılar. Anar 9, Aynur 11 xal topladı. Leyla Anardan çox, Aynurdan isə az xal topladı. Leylanın xalı neçədir? Əziz şagirdlər, video fasilə verərək tapşırığı özünüz həll etməyə çalışın. Gəlin indi isə tapşırığın həllinə birlikdə baxaq. Deməli, Anar 9, Aynur isə 11 xal toplayıb. Leyla Anardan çox, Aynurdan isə az xal toplayıb. Gəlin, ədəd oxunda baxaq. Əvvəlcə gəlin, Anarın topladığı 9 xalı ədəd oxunda tapaq. Tapdıq. İndi isə keçək Aynurun xalını, yəni 11-i ədəd oxunda tapaq. Tapdıq. Deməli, Leylanın topladığı xal 9-dan, yəni Anardan çox,
Aynurdan isə, yəni 11-dən isə azdır. Sizcə bu ədəd hansıdır? 9-dan çox olsun, 11-dən isə az olsun. Deməli, bu ədəd elə 10-dur. Deməli, Leylanın topladığı xal 10-dur. Əhsən sizə. Əziz şagirdlər, biz bugün sizinlə 20-yə qədər ədədləri sıralamağı öyrəndik. Bu mövzuda bağlı bir sıra tapşırıqlar həll etdik. Ümid edirəm ki, dərsin üçün tam aydın oldu. Gələn dərslərdə görüşənədək.